Deməli, sonuncu mətnimiz bugünkü üçün Qafqazda mətnidir. Baxaq. Deyir, bu əhvalat Qafqazda baş verib. O vaxt ruslar dağlı qəbilələrlə ağır döyüşlər aparırdılar. Dağlıları Şeyx Şamil başçılıq edirdi. Xəzər dənizi tərəfdə dağların başlandığı yerdə ruslar Qrozno qalasını tikmişdilər. Buradan dağlılara tez-tez qəddar cəza ekspedisiyaları göndərilirdi. Ekspedisiya, yadınıza gəlsə, məqsədli qrup halında edilən səyahət idi. Bu da fikir verirsinizsə, sözlərimizin içərisində var idi. Deməli, qalada həyat cansıxıcı, darıxdırıcı idi. Cavan rus zabitləri təngə gəlir, bəzi romantik ruhlular isə ciddi qadağ olsa da dağlara qalxmadan dayana bilmirdilər. Amma qayalarda puskuda duran Qafqaz savaşçıları çox vaxt belə zabitləri əsir tutur, heç kimə mərhəmət göstərmirdilər. Xoş bir yaz günü idi. Çöllər, nə bilim, gənc bir zabit təbiəti seyr etmək məqsədi ilə atını minib qaladan çıxdı. Qalanı tərk etmək yasaq olduğundan o gəzinti üçün məsuliyyəti özü daşımalı, təhlükəli əraziyə tək getməli oldu. Gənc zabitin bəxti gətirmədi. Qafqazlar onu tutdular. Dağlarda rus zabitləri ilə yaxşı rəftar etmirdilər. Bu müstəmləkəçilərin cəza tədbirlərinə qarşı bir cavab idi. Yoxsullaşmış əyan ailəsindən olan xristian zabit də mərhəmət gözləyə bilməzdi. Əsiri Şamilin naibi Sadonun yanına gətirdilər. Sado dağlarda dindar müsəlman kimi tanınırdı. Bütün həyatı boyu bircə Rusa da rəhm eləməmişdi. Rus zabitini əsir götürmüş dağlılar naibin qarşısında diz çökərək ondan mükafat istədilər. Naib ayağa durdu. Əvvəlcə çox diqqətlə, sonra təəccüblə, sonra isə çaşqınlıqla qarşısında dayanan əsirə nəzər saldı. Əsir və dolu baxışlarla naibə baxırdı. Yəqin ki, mərhəmət və kədər dolu baxışlarla naibə baxırdı. Naib çevrilib dua elədi və bunları dedi. Mən bəyan edirəm ki, bugün qan tökülməyəcək. Qarşımda duran adam çox ləyaqətlidir. Mən naib Sado bunu hiss edirəm. Əsiri götürüb geriyə, Qrozno qalasına qaytarın. Mükafatı isə Allahdan gözləyin. Naibin əmrinə əsasən əsiri Qrozno qalasına apardılar. Öz polkuna getdi və dərhal sakit bir rayona göndərildi. Bu macərası haqqında heç kimə danışmadı. Çünki bu öz nüfuzunu qiymətləndirən naibin ondan yeganə xahişi idi. Cavan zabit hərbi hissədə yox olmasının səbəbini azmış olması ilə əlaqələndirmişdi. Gerçək bir ölümdən dönən o adam ömrünün sonuna qədər naibə verdiyi sözə sadiq qaldı. Cavan zabit sonralar yazıcı kimi tanınacaq Lev Tolstoy idi. O öz əsərlərində dağlıq xalqlarından xüsusi heyranlıqla söhbət açacaq, Hacı Murad kimi bir obrazı yaradacaqdı. Bu əhvalat isə naibin nəvəsi tərəfindən danışılmışdı. Deyilənə görə, naib Sadonun evində Tolstoyun neçə-neçə məktubları dəyərli bir xatirə kimi saxlanırmış. Nə maraqlı. Deyir ki, naib Sado, gənc sədri nə idi? Mən bugün oxuya bilmirəm, üzrünün. Deyir ki, naib Sado gənc əsiri bağışladı. Çünki orada deyir ki, onun ləyaqətli adam olduğunu hiss edirəm. Ona görə azad eləyində onun məşhur yazıcı olduğunu anladı. O sonradan yazıcı olur, uşaqlar. Qələm açım. O sonradan yazıcı olur. O nə bilir ki, o yazıcıdır ya nədir, tanımır onu. Yalvarışlarına görə ona rəhmi gəldi. Yəni yalvarışlarına ona rəhmi gəlsəydi, elə əvvəlki ruslar da yalvarmışdılar illa ki, onlara da rəhmi gələrdi də. Bu da səhvdir. Onun adi biri olmadığını sezdi, bəli. Deyir ki, mən hiss eləyirəm. Orada deyir ki, qarşımda duran adam çox ləyaqətlidir. Mən bunu hiss edirəm. Əsiri götürüb geriyə göndərin. Əsir düşmüş zabit bir əyan ailəsindəndir. O nə bilsin, yəni əyan ailəsindəndir, nə ailəsindəndir. Xristian dininə inanmaya başlamışdı, yox, daha nələr. Cavab olur C. Sonra 432. Deyir ki, Rus və Qafqaz döyüşçülərinin oxşar cəhətini müəyyən edin. Hərdən düşmənə belə rəhm göstərirdilər, vətənlərini qorumaq üçün döyüşürdülər, hücuma deyil müdafiə üstünlük verdilər, ehtiyatlı davranırlar, düşmənə qarşı amansız davranırdılar. Deməli, Rusla Qafqaz ordusunu burada yuxarıda müəyyən edirik.
Deməli deyir ki, cavan rus zabitləri təngə gəlir, bəzi romantik ruhlar isə ciddi qadağa olsa da dağlara qalxmadan dayana bilmirdilər. Amma qayalarda puskuda duran Qafqaz savaşçıları çox vaxt belə zabitləri əsir tutur, heç kimə mərhəmət göstərmirdilər. Deməli uşaqlar, döyüş aparırlar və heç biri bir-birinə baxın burada deyir ki, buradan dağlılara tez-tez qəddar cəza ekspedisiyaları göndərilirdi. Burada da deyir ki, çox vaxt belə zabitləri əsir tutur, heç kimə mərhəmət göstərmirdilər. Yəni bu ilk iki abzasdan belə nəticə çıxara bilərik ki, həm ruslar, həm də Qafqazlılar hər ikisi necədir? Amansız davranırlar düşmənə qarşı. Cavab olur Y. Sonra 433 deyir ki, mətndə nöqtələrin yerinə bu ifadələr yazılsa, naibin verdiyi qərara müsbət təsir edə bilməz. Ədavət, yəni mənfi bir xüsusiyyətdir. Yəni, məsələn, necə deyək, ona köhnə ədavəti var da, yəni düşmənçilik kimi bir şey, düzdür. Hüzur, kin, bəli, kin, küdurət. Ədavət, kin, küdurətdir. Bəli, bu da sözlərimizin içində vardı doğrudan. Ətalət, ədalət, ədavət ard-arda yazmışdıq bu sözləri. Deməli, ədavət mənfi bir xüsusiyyətdir, amma naib onu bağışlayır. Deməli, burada müsbət təsir edə bilməz deyir. Müsbət təsir edə bilməzsə mənfi xarakterik xüsusiyyətləri götürəcəyik. Ədavət və nifrət. 1-4 cavab olur C. Heysiyyət, mənlik, şəxsiyyət, şərəf, ləyaqət deməkdir. Qürur müsbət bir şeydir, amma burada heç qürurdan söhbət getmir mətndə, yəni. Peşmanlıq da yoxdur, ona görə 1-lə 4. Yəni ədavətlə nifrət naibin verdiyi qərara müsbət təsir edə bilməzdi. Mənfi təsir edərdi. 434. Deyir, mətndə tünd qara hərflər verilmiş sözlərin kontekstə uyğun şərhi ilə bağlı. Cədvəldəki doğru fikirləri müəyyən edin. Müəyyən məqsəd üçün edilən səyahət, səfər. Yadınıza gəlirsə, bayaqları, yəni dərsin əvvəlində, mətnin əvvəlində, dərsin əvvəlində nə idi? Mətnin əvvəlində oxuyarkən ekspedisiya sözünü gördük və mən dedim ki, məqsədli qrup şəklində edilən səyahət deməkdir. Görürsünüz, burada nə yazıb? Müəyyən məqsəd üçün edilən səyahət, səfər və şimal qütbünə ekspedisiya. Bir düzdür, biri götürəcəksiniz. Görürsünüz, söz bilmək necə gözəl bir şeydir. Romantizmin tərəfdarı və davamçısı fransız romantikləri. Burada romantik başqa mənadadır. 2 nömrəsi qoyulmuş qabağına yazılmış romantizm tərəfdarı. O, ədəbiyyatdakı romantizm tərəfdarlarıdır. Yəni, romantiklər vardır, realistlər vardır. Bu, aidiyyəti yoxdur. Keçmə, içəriyə işləmə, qurban sümüklərinə qədər nüfuz edən soyuqdan yunulaq kimi büzüşdü. Buradakı nüfuz hörmət mənasındadır. Buradakı nüfuz etmək başqa mənadadır. 3-ü götürməyəcək. Vurğuncasına heyranlıqla, belə vurulmuşcasına heyranlıqla baxırdı. 4-ü götürəcək. Düppədüz. Obraz deyir. Hacı Murad kimi bir obraz. Buradakı obraz 5 nömrəsi. Personaj mənasındadır. Baxın, düşə bilər. Personaj. Özüm personaj dedim ki, yazılışını biləsiniz. Personaj. İngiliscəsində person sözündən yadda saxlaya bilərsiniz. Personaj, obraz, bu ikisi sinonim ola bilər. Ona görə xarici görünüş sifət mənasını ifadə eləmir. 1-4 cavab olur Y variantı. Sonra 435 deyir ki, bu hadisədən sonra gənc zabitin düşüncəsində Qafqazlarla bağlı hansı fikirlər formalaşa bilməzdi? Bu hissədən biləcəyik. Deyir, barışıq yaratmağa çalışırlar. Qafqazlıların barışıq yaratmağa çalışdığını mən fikirləşmirəm ki, düşünsün. Çünki barışıq yaradacağını düşünsəydə adam danışardı qaydandan sonra geri. Mərddirlər. Bu formalaşıb. Çünki deyir ki, yəni görsən, məni deyir azad elədilər. Yəni o danışmır ha. O danışmır, amma onlara heyranlıqla baxır. Və mərd olmasaydılar Qafqazlılar, Lev Tolstoy öz əsərində Hacı Muradı obraz kimi canlandırmazdı. Azad yaşamağa layiqdirlər
Mərd olduqları üçün bu qənaətə gələ bilər. Kimlərin öz işlərinə yarayacağını bilirlər. Öz işinə yaramaq məsələsi deyildi orada. Ləyaqətli olduğu üçün onu azad edir. Ləyaqətli olacağını düşündüyü üçün azad edir. Yəni belə deyim də, həmin o naib onun Lev Tolstoy olduğunu, gələcəkdə məşhur bir yazıçı olacağını bilmirdi. Yəni tapşırılmaz söhbəti yox idi ki, azad elə filan. Ona görə 1-4 bu qənaətlərə gələ bilməz. Düşməni də dəyərləndirə bilirlər, düzdür. Rus onun düşməni idi dağlıların, amma naib həmin o Rusu bağışlayır və geri göndərir. Deməli, düşməni dəyərləndirə bilir. Elə ən pis halda 5 və 2-ni çıxartsaydınız, cavabınız hazır idi. Yəni, biri də konkret götürəndə cavab olur 1-4. Sonra 436 deyir, müharibədə Rusiya ədalətsiz tərəf idi fikrini mətndən fakt yazmaqla əsaslandırın. Deməli, deyir, bu əhvalat Qafqazda baş verir. Mətnin əsas şeyinə baxmaq lazımdır, türkün məsəli. Birinci abzasına, ikinci abzasına ki, görək kim haqlı, kim haqsızdır, niyə haqsızdır. Deyir, bu əhvalat Qafqazda baş verib. O vaxt Ruslar dağlı qəbilələrlə ağır döyüşlər apardı. Dağlar Şeyx Şamil başçılığı idi. Xəzər dənizi tərəfindən dağların başlandığı yerdə Ruslar Grozny qalası tikmişdilər. Buradan dağlara tez-tez qəddar cəza ekspedisiyaları göndərirdilər. Deməli, haqsızdırlar ona görə ki, əhvalat Qafqazda baş verir. Yəni, Rusiyada baş vermir. Başqasının ərazisində gəlir, hələ bir qala tikir. Ondan sonra da bir də şey göndərir. Qəddar cəza ekspedisiyaları göndərir. Bunu seçməlisiniz. İkincisi də ki, deməli, ikinci bir faktı da tapmaq lazımdır. Yenə baxın. Deməli, Qafqazda baş verib. Bunu bildik də. Yəni, əhvalatın Qafqazda baş verdiyini nəzərə alsaq və Rusiyanın ərazisində baş vermədiyini nəzərə alsaq, deməli, bunlar haqsız olaraq gəlib Qafqazda hücum edirlər. Belə. İkinci. Deməli, mətni yenə bir göz qırpımında oxuyaq. Dedi. Deyir, dağlarda Rus zabitlərlə yanaşı, Rus zabitləri yaxşı rəftar etmirdilər. Bu, müstəmləkəçilərin cəza tədbirlərinə qarşı bir cavab idi. Görürsünüz, mətndə Rusların müstəmləkəçi adlandırılması onların haqsız olduğunu göstərir. Müstəmləkə nə deməkdir? Müstəmləkə, yəni müstəmləkəçi işğalçı deməkdir. Müstəmləkə işğal olunmuş ərazi deməkdir. Yəni, azadlığı əlindən alınmış ərazi deməkdir. Deməli, 2 fakt birinciyə yazırsınız ki, akuratlı, daha doğrusu səliqəli yazırsınız ki, hadisələr Qafqazda baş verir və Rusiyanın ərazisində baş vermir və bu da azmış kimi cəza ekspedisiyaları göndərilir. 2. Mətndə Ruslar müstəmləkəçi adlandırırlar. Bu da onların işğalçı olduğunu göstərir. 437. Çərçivədəki cümlənin mətnin üslubu, səciyyəvi xüsusiyyətlərinə uyğun tamamlayın. Xoş bir yaz günü idi. Çöllər məcazi mənada necə yazmaq olar? Məsələn, yaz günü imişsə, çiçəklər, güllər, böcəklər belə bir havalarda yəqin ki. Çöllər, məsələn, yaşıl dona bürünmüşdü. Çöllər çiçəklərdən don geyinmişdi. Çöllər yaşıl libasını geyinmişdi. Nə bilim, çöllər bəzənmişdi. Çöllər bahar nəğməsi oxuyurdu. Belə, yəni, yaz günü idi deməsi artıq sənə bir fəsil verir və fəsli təsvir eləməlisən ondan sonraki cümlədə əslində və məcazi mənalı sözlərdən istifadə edərək təsvir eləməlisən. Belə bir cümlə yazmalısınız. Sonra 438.
Mətn əsasən cədvəli tamamlayın. Cavan zabitin problemi, problemin ictimai-siyasi səbəbi, problemin şəxsi səbəbi. Cavan zabitin problemi əsir düşmək. Çünki o Lev Tolstoydan söhbət gedir də, onun problemi nə idi? Əsir düşmək. Problemin ictimai-siyasi səbəbi Rusların işğalçılıq siyasəti deyə bilərik. Çünki orada görürsünüz, yenə deyirəm, Ruslar müstəmləkəçi adlandırılır. İctimai-siyasi, yəni həmin ölkə üçün əhəmiyyəti. Rusların müstəmləkəçilik siyasəti problemin şəxsi səbəbi nə idi? Zabitin qaladan kənara çıxması. Çünki zabit qaladan kənara çıxır, sonra basıb aparırlar, əsir götürürlər. Deməli, cavan zabitin problemi əsir düşmək, problemin ictimai-siyasi səbəbi Rusların müstəmləkəçilik və işğalçılıq siyasəti, problemin şəxsi səbəbi qaladan çıxmaq. Sonra altına xətt çəkilmiş ifadələr əsasında müəyyən edin. Deməli, sözləri seçir, onlar məcazi mənadadır. Həmin məcazi mənada olanların da həqiqi mənalı qarşılığını yazmalıyıq. Baxaq sözlərimizə. Birinci söz təncə gəlmək, bezmək. Ruhlar isə ciddi qadağan olsa da dağlara qalxmadan. Baxın, məcazi mənalıları seçməlisiniz uşaqlar. Dağa qalxmaq həqiqidir. Bax, buna dəyməyin ha. Çünki orada məcazinin həqiqi qarşılığını istəyir. Mərhəmət göstərmirdilər, yəni rəhm eləmirdilər. Mərhəmət göstərməyi, məsələn, məcazi mənada qarşılığı aman verməməkdir. Amma sən aman verməmək yaza bilməzsən ha. Çünki aman verməmək məcazidir. Nə yazmalısan? Rəhm etmirdilər. Sonra, məsələn, yasaq. Yasaq şeydir, qadağa, bu məcazi deyil. Yəni, bunu götürməyəcəksiniz. Buradakı sözlərimiz bitdi. Altına xətt çəkilən. Sonra söhbət açmaq var burada. Söhbət açmaq, danışmaq, bəhs etmək. Heyranlıqla danışırdı, heyranlıqla bəhs edirdi. Deməli, 3 dənəsini seçəcəksiniz 5 dənə sözdən. Təncə gəlmək, bezmək, mərhəmət göstərmək, rəhm eləmək, söhbət açmaq, danışmaq, bəhs etmək. 440. Mətnin tərkib hissələrinə uyğun plan qurmalısınız. Tərkib hissə deyir. Tərkib hissə giriş əsas nəticədir. Girişimiz, deməli, bax, bu 2 abzası giriş kimi götürə bilərsiniz. Qafqazda baş verən hadisə ya da yaza bilərsiniz ki, Ruslar və Qafqazlılar arasındakı münaqişə. Girişə yazırsınız. Əsas hissəyə yaza bilərsiniz ki, Rus zabitinin əsirlik macərası. Ümumən əhatə eləyərsiniz əsas hissənizi. Çünki bircə cümlə ilə bir cümlə yazarsınız ki, o əsas hissənin sadəcə bir hissəsini əhatə eləyir. Elə şey eləməyin. Tərkib hissəni quranda ümumən əsas hissəyə bir ad verin də elə bil. Əsas hissəyə ad qoysanız nə olar? Bax, elə fikirləşin. Əsas hissənin adı ola bilər ki, Lev Tolstoy hələ yazmayın. Çünki Lev Tolstoy axırda bilinir ki, Lev Tolstoydur. Birdən taşıb əsas hissəyə Lev Tolstoy yazarsınız. Olmaz. Lev Tolstoy nəticədədir, bax, nəticədə. Yazırsınız ki, Rus zabitinin əsirlik macərası əsas hissəyə, nəticə hissəyə yazırsınız ki, yazıcı Lev Tolstoy. Belə. Bu mətnimizdə belə bitdi.